Hər şey 15 avqust 1951-ci ildə Fransanın Pont-Saint-Esprit qəsəbəsində başladı. Sakinlər yerli çörəkçidən hər zamanki kimi təzə çörək alıb yedilər. Amma bu onların sonuncu normal günü oldu. Cəmi bir neçə saat sonra qəsəbədə kütləvi isteriya və dəlilik dalğası baş qaldırdı. Çörəkdən yeyən 250-dən çox insan eyni anda dəhşətli halüsinasiyalar görməyə başladı. Sakinlər bədənlərində ilanların gəzdiyini deyir, daxili orqanların alov alıb yandığını fəryad edirdilər. Dəlilik elə bir həddə çatdı ki, bir adam özünü təyyarə hesab edərək ikinci mərtəbənin pəncərəsindən aşağı tullandı. 11 yaşlı uşaq isə öz anasını boğmağa çalışdı. Qısa müddətdə xəstəxanalar çarpayıya zəncirlənmiş xəstələrlə doldu. 7 nəfər bu dəhşətə dözməyərək öldü. Bəs bu kütləvi dəliliyin səbəbi nə idi? Rəsmi araşdırmalara görə un anbarı rütubətdən zəhərli çovdar göbələyi ilə çirklənmişdi. Bu göbələk isə güclü halüsinogen olan LSD dərmanının əsasını təşkil edir. Lakin illər sonra ortaya çıxan məxfi sənədlər qəsəbənin Amerika Birləşmiş Ştatlarının kəşfiyyatı tərəfindən gizli bioloji sınaq poligonu kimi istifadə edildiyini iddia edir. Sizcə bu sadəcə bədbəxt bir qəza idi, yoxsa gizli dövlət eksperimenti? Fikirlərinizi rəydə qeyd etməyi unutmayın.